Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda Ağ Evdən mühüm bəyanat gəlib. ABŞ rəsmiləri İranın dünən həyata keçirməyi planlaşdırdığı 800 edam hökmünü dayandırdığını açıqlayıb. Milli Az xəbər verir ki, ABŞ prezidenti Donald Trump'ın İrana hərbi zərbə endirib-endirməyəcəyi bütün dünyanın diqqət mərkəzindədir. Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, Trump administrasiyasının sərt xəbərdarlıqlarından sonra Tehran geri addım atmağa başlayıb. Ağ Evin sözçüsü bildirib ki, Prezident Trump etirazçıların öldürülməsinə davam ediləcəyi təqdirdə bunun İran rejimi üçün çox ağır nəticələri olacağını bəyan edib. İrandan Vaşinqtona daxil olan məlumata görə bu təhdidlərdən sonra dünən icrası nəzərdə tutulan 800 edam qərarı dondurulub. Lakin Leavitt vurğulayıb ki, buna baxmayaraq bütün hərbi və siyasi variantlar hələ də masadadır və ABŞ vəziyyəti anbaan izləyir.